Paltaryanla bağlı sizə bir dənə məlumat verəcəm. Bu məlumat nədən ibarətdir? Çox adam özü də bilmədən paltaryanını çürüdür. Necə? Əgər paraşok qabımızdan sızır ayağın altına sola. Baxın, o sızma zamanı buralar çürüyür, sıradan çıxır, paltaryanımız olur çürük. Yəni ki, paltaryanımızdan sağ, baxın, üzbəüz duranda sol ayağın altına su axıdırsa, onu vaxtında düzəltirik. Yoxsa paraşok qabımız suyu axıda-axıda paltaryanı içəridən çürüdür. Baxın. Bu paltaryanda da baxın, ağzının qırağını, hələ içərini görürsünüz, oralarda çürüdübdür. Yəni sizin paltaryanda belə bir problem varsa, bunu vaxtında təmin elətdirin. Su axıtma paltaryanın hər şeyinə ziyandır, evə ziyandır, paltaryanı çürüdür. Əgər metlaqsa yenə yaxşıdır, əgər polsa evdə nəsə varsa taxta ilə bağlı altında, onlar da çürüdür. Özdə yaxşı baxın, paltaryanla bağlı nə sualınız var, təminlə bağlı nömrəm səhifədə var. İkinci əl paltaryanda kimə lazımdır, müraciət edə bilər. Satılır 3 ay qarantiya ilə, satılma quraşdırmada pulsuzdur. Özünüzə yaxşı baxın, Liboy paltaryanın təmirə yarayır, düzəlməyən paltaryan yoxdur.